Xeyir olsun dəyərli izləyicilərimiz, xoş gördük sizləri. Məşləqanın tam mərkəzi Məmmədiyyə adlanan ərazidə bir sotdan artıq torpaq sahəsinin üzərində 2 otaq, 1 mətbəx, 1 sanuzeldən ibarət həyət evimiz çıxıb çatışır. Yerdə hardasa 4-5 daş kürsüdür. Evin torpağının çıxarışı var, paket qıpçadır. Həm ipoteka yararlıdır, həm qeydiyyata düşmək üçün həyətin təqdimatını eləyək və marşrutlara tam mərkəzə yaxındır. Qiymət 49 min manatdır. Reallıq olarsa ev sahibi tərəfindən endirim olunacaq və əşyalar tam şəkildə qalır. Qardaşım evi tam şəkildə göstərir və tək daş deyil, cüt daşdır. Evin sağ tərəfinə keçidi var və həyətdə sanuzeli var. Və sonra gəl qabağa qardaşım, giriş hissəsini də göstərərik sizlərə. Gəl buradan giriş hissəsini də göstər. Hətta belə evin içində havalandırma qoyulub. Giriş hissəsini göstər və daxil olaraq evin içərisini təqdim edək. Düzündə işıqlar yanmır, qaranlıq bir yəqin ki, üzün səhər. Sağını göstər qardaşım, zəhmət olmasa. Yataq otağını göstər. Gördüyünüz əşyalar hamısı qalacaq, yalnız bir əşya çıxacaq. Yataq otağını göstər. Mətbəxini göstər, zəhmət olmasa mətbəxini təqdim edir sizlərə, fikir verin mətbəxini göstərək. Və sanuzelini göstər, zəhmət olmasa. Və dəyərli izləyicilərimiz, qeyd etdiyimiz kimi Məşləqanın tam mərkəzindədir, Məmmədiyyə dairəsindədir, bir sot torpaq sahəsinin üzərində, yerdən böyük daş sürüsüdür, 2 otaq, 1 mətbəx, 1 sanuzeldən ibarətdir. Evin torpağının çıxarışı var, həm ipoteka yararlı, həm qeydiyyata düşmək üçün. Qiymət 49 min manatdır. Reallıq olarsa ev sahibi tərəfindən endirim olunacaq. Səhifəmizi izləyib bəyənmişsiniz. Məşləqanın verilmiş əməkdaşlar və rəhbərliyə adınızda dərin təşəkkürümüzü bildiririk.